dövürlər sosial şəbəkələrdə Azərbaycan Avtomobil Yollarının Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən 5 nömrəli magistral yolların istismarı MMC-nin rəhbəri Arif Abbasov barədə şər və böhtan xarakterli məlumatların yayıldığı müşahidə olunur. Paylaşımlarda güya Arif müəllimin şəxsi vəsaiti hesabına villalar tikdirdiyi kimi əsassız iddialar irəli sürülür. Məsələ ilə bağlı redaksiyamız tərəfindən araşdırma aparılmış, müxtəlif mənbələrdən məlumatlar toplanmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, sosial şəbəkələrdə yayılan iddialar heç bir fakt və sübuta əsaslanmır və bu məlumatlar sadəcə olaraq Arif Abbasovun nüfuzuna xələl gətirmək məqsədi ilə aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Uzun illər yol təsərrüfatı sahəsində çalışan Arif Abbasov rəhbərlik etdiyi qurumda görülən işlər, yolların saxlanılması və istismarı istiqamətində həyata keçirilən layihələrlə tanınır. Onun fəaliyyəti dövründə magistral yolların istismarının yaxşılaşdırılması, yol infrastrukturunun qorunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür. Təəssüf ki, son dövrlər sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin heç bir sübutu olmadan müxtəlif dövlət qurumlarının rəhbərləri haqqında əsassız iddialar yayması halları günü-gündən artmaqdadır. Belə məlumatlar həm cəmiyyətin düzgün məlumatlandırılmasına mane olur, həm də insanların illərlə qazandığı nüfuza zərər vurmağa yönəlir. Araşdırmamız göstərir ki, Arif Abbasov barəsində yayılan məlumatlar reallığı əks etdirmir və bu cür iddialar faktlarla təsdiqlənmir. Məsələ ilə bağlı hüquqi müstəvidə də addımların atılması istisna edilmir. İctimaiyyətə tövsiyə olunur ki, sosial şəbəkələrdə yayılan məlumatlara tənqidi yanaşsın. Təsdiqlənməmiş və mənbəyi məlum olmayan paylaşımları yaymaqdan çəkinərək yalnız rəsmi və etibarlı məlumatlara istinad etsin.